Kızlar salam. Bugün sizə sevgililer günü hədiyyəm olan Kiko'dan olan məhsullar və bir-iki dənə də özümə aldığım məhsulları göstərəcəm. Əslində bir çoxunu açmışam, amma bəzilərini də açmamışam. Birlikdə açacağıq. Belə bir skin tintdən. Məndə 04 rəngidir. Məhsuldur. Daisy Bloom seriyasından belə bir concealer'dır. Rənglərini əlbəttə ki özüm seçmişəm. Bu concealer ola bilməz. Bu ne bileyim qara dərilər üçün olan məncə concealer'dır. Şok. Başqa bir tonal krem. Bu seriyanı çox tərifləyirlər. Dedim bir ədəd də bundan alım. Rəngi hələ ki okey. Məşhur Tifonun yəni unlimited olan seriyasından 2 ədəd dodaq boyası aldım. Biri 406'dır. Yəni bu rənglərdə gəlin hətta göstərim sizə. Belədir. Belədir. Bu daha niyetli krem kapağı şurada. Bu bir maskaradır. Qəşəng fırçası var. Bəyəndim. Belə dodaq qələmi gördüyünüz kimi burasını açmışam. Artıq istifadə də etmişəm. Belə tonlardadır. Baxın. Bu da nude tonlardadır. Bir qaş geli almışam. Bir tərəfi belə qələmdir. Bir tərəfi də geldi. Buraya ən çox sevdiyim məhsullar. Ay, ne şey qoxusu var bunun. Çok değişik qoxusu var. Rengi düzdür, çox soyuq tonlardadır. Belə kontur olmaq üçün çox daha uyğundur, amma bronzer olaraq yox, amma qoxusu qəşəng. Çox maraqlı gəlirdi bu. Belə bir məhsul aldım. Gəlin bunu da açaq birlikdə. Make-up masamı görürsünüz. Gördüğünüz kimi burada kontur və ya da bronzer kimi istifadə edə biləcəyimiz iki məhsul, enlik, highlighterlar. Bu həm də parlaq bronzer kimi istifadə etmək olar. Çox bəyəndim. Bu dodaq setidir. Bu dodaq setində bir ədəd dodaq gələn. Ona xotam yoxdur çıxartmağa, sözün açığı. Bir də belə bir glossu var. Neçə nömrədir? 131 nömrəsidir. Bir tərəfi belə ağdır, bir tərəfi də yəni şəffaf, bir tərəfi də belə normal olan renkli tərəfidir. Biz bunu istifadə edirsiniz, sonra üstündən bu deyilənə görə bunlar birlikdə istifadə edəndə transfer olunur harasa. Bu da kosmetikasıdır. Mənim bir balacadır, amma heç balaca değilmiş, normal ölçüdəymiş yəni belə. Bir də 2 ədəd özümə məhsul almışam. Bildiyiniz kimi məndə İsalara'nın ənliyi var, bir dənə də paletkası var və o paletkada bir renkdən çox xoşum gəldi. Dedim o paletkada qutaracaq yaxın zamanlarda mən 7-dən alıb bunu. Təkli halda 93 nömrəsini aldım. Çox möhtəşəm bir rəngdir. Gəlin göstərim sizə. Yəni parlaqdır həm də. 93 nömrə Restless Rose gedir. Çox. Bilmirəm Bridgerton'a baxırsınız ya yox. Kiko'nun Bridgerton'da olan bir Netflix'ten olan bir əməkdaşlığı var idi. Oradan belə bir dodaq boyası almışam. Gəlin bunu da göstərim sizə. Əslində çoxu görürsünüz ki, oxşuyur bir-birlərinə. Bu daha çox çəhrayı tonludur. Məhsulları bəyəndiniz? Əgər bəyəndinizsə kommentlərdə bildirərsiniz. Sağ olun.